Azərbaycan Uşaqları İctimai Birliyinin uşaq sığınacağında böyüyən Səbinənin bugün qız toyu olub. Olay yazır ki, onun xeyir işinə bloger Hüseyin Həsənov maşın bağışlayıb. Bundan əlavə müğənnilər İradə İbrahimova ilə Mərdan Kazımov məclisdə səhnə alıb. Həmçinin prodüser Tarix Əliyev və bloger Nicat Şakir'in toyun qonaqları sırasında olub. Bax, bu uşaq evindən həddudurlar çatmış bir qızımız ailə həyatı qurur və Kəmal xanımın hörmətidir ki, burada demək olar ki, millət vəkilləri, ictimai xadimlər və bir çox tanınmışlar var, yuxu adamlar, yuxularla öyle görürüz. Kəmal xanım, siz bu uşaqlara banasınız, bacısınız, nənəsiniz.